Salam əziz Biləsuvar sakinləri. Sizi bugün Biləsuvardan salamlayırıq. Biləsuvarın Bəydili kəndində ev satışı ilə bağlı sizə video formatda fikirlərimizi və video görüntülərimizi çatdıracağıq. İlk öncə Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidimiz İskəndərov Camal Sultanoğlu küçəsində yerləşir evimiz. Allah qazilərimizə də sağ can versin. Və keçirik əmlakımızla sizi tanış edək. Gördüyünüz asfaltdan 40-50 metr məsafədə yerləşir evimiz. Ümumi 4 otaqdır, 3 yataq, 1 qonaq, mətbəx. Amma yuxarıda sanitar qovşaq hamam salmaq üçün 2 yataq qalacaq, 1 qonaq otağı, mətbəx olacaq. Həyətimiz rəsmi sənədlə 6 sotdur, belə 9 sot, 10 sota yaxındır və tikililər bizim əmlakımıza aiddir. Yeni tikilidir, evimizin də tikişinə söz ola bilməz. Çox gözəl tikişi var, 2 qat daşdan götürülüb, 117 kvadratdır, qazı, işığı. Və burada da məlum məsələdir ki, Biləsuvarda çox evlərdə basinadır. 2 kamerəli basinamız. Əzizlər, bu gördüyümüz tikili də düzə damıdır, əl yeridir, yeni tikilidir. Ev sahibi Azərbaycanda olmadığı üçün biraz həyat səliqəsizdir. Ot falan var, üzürü sayasız. Amma həyat təmizlənsə, evin görkəmi, həyətin proyekti çox gözəldir həqiqətən. Və gördüyünüz o tikilidə sanitar qovşağı hamamdır və sizə ətraflı izləyicələrə evimizi təqdim edirik. Navesiyyələ aşağısı 15-20 mindir. Ev elə qiymətə çıxardacaq. Deyərsiniz ki, gəlməyin pulu atım. Bir dənə evi ətraflı izləyicələrə təqdim edir, yan hissədən də. Çox evlərdə naves, evin krişası bağlanıb, ayrı turbalarlandır, evə yük olmur. Bu da bir diqqətdir və bu da bir artıq xərcdir. Bilənlər bilir. Evin yan hissəsini təqdim edək. Evin tikişi 2 qat daşdır. 1-ci mərtəbə, 2-ci mərtəbəyə qədər. 1-ci mərtəbəsi 10 daş üzrədir. Və yan hissədən padvalın sizə təqdim edirik. Padval deyəndə mənim 1.76, 1.77 boyum var. Mən padvala rahat girirəm. Baxa bilərsiniz. Ev də orta tumba üzrədir. Evin içi təmirsizdir. Bax, burada da bir dənə otağımız var. Qapılar ayrıdır. Evin qiyməti çox münasibdir. Evi alıb qəşəng işləmək lazımdır. Bir dənə aldın, içərinin təmir işləyəcəm. Çöl işləri görülüb, bir dənə rəng işləri qalıb. Əzizə, bura basinadır. 2 kameralı basin işi gözləyib, baxa bilərsiniz. Çıxışlarda aşağıdan göstərmə izləyicə, bu çıxışlarıdır. Bunlar da təmizlənməsi üçün turbalardır. Bura isə sanitar qovşağı hamamdır və geyim otağıdır. 3 otaqlıdır hamam hissəsi, sanitar qovşağı isə 1 otaqlıdır. Hamamı da izləyəcək təqdim edirik və keçirik evimizin daxili hissəsi ilə yaxından video formatda tanış olmağa. Bura isə salon hissəmizdir. Otaqlar göstərməyini bilirsiniz də, təmirsizdir. Evin pəncərələr plastikdir, görünməyəndir, 2 qat pəncərədir. 1 otaq, 2 otaq, 3 otaq və 4-cü otaq. Burada isə salondur. Ümumi 5 otaqdır. Amma otaq götürsək, 3 yataq otağı, bu durdum qonaq otağı, bura isə mətbəxdir. İstəsəz sanitar qovşağı ora salasınız, ya bura salasınız, ya mətbəx ora salasınız. 2 yataq qala, 1 qonaq qala. Ev sahibinin əlaqə nömrəsini səsləndirəcəm. Özü ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilər. Özü ilə əlaqə saxlayıb ətraflı məlumat alın. Evin qiyməti torpağın qiymətinə bərabərdir. Almağınız məsləhətdir. Videolarımızı kaydedin, paylaşın, bizə dəstək olun.